İqlim dəyişikliyi haqqında daha çox kişilər narahatdırlar və iqlim dəyişikliyi sualına onlar cavab verərkən ilkin olaraq bildiriblər ki, bu işsizliyin azalması deməkdir. Qadınlar üçün isə bu, kənd təsərrüfatında məhsuldarlığın azalması, su qıtlığı kimi məsələlərdir. Burada belə bir məsələ yaranır ki, əslində qadınlar üçün iqlim dəyişikliyi başqa bir şey, kişilər üçün də başqa bir şeydir. Bunu təhsil tərəfindən biz, əgər hər iki tərəfin problemlərini dinləməyə çalışsaq, bunun üçün icmalar yaradılsa, hər kəs öz problemlərini bildirdikdən sonra orta bir yol taparaq müəyyən planlamalar, yol xəritəsi çəkə bilərik. Sıfır tullantı təşəbbüsü. Bugünkü qonağımız hüquqşünas Sona Atayevadır. Bu günləri Sona xanımla biz Azərbaycanda iqlim dəyişkənliyi və gender, xüsusilə də qadın perspektivindən danışacağıq. Sona xanım, iqlim dəyişkənliyinin Azərbaycana təsiri xüsusilə də bu hansı sektorlarda özünü daha çox göstərir? İqlim dəyişikliyi ümumiyyətlə uzun bir prosesin nəticəsidir. Yəni bugünün dünəndən daha isti olması və yaxud da keçən ayın bu aydan daha yağıntılarının daha çox olması demək deyil. Bu 5 il, 10 il və 20 il prosesin bir nəticəsidir. Və yer kürəsində hal-hazırda istənilən region iqlim dəyişikliyinin təsiri altındadır. Amma yer kürəsinin coğrafiyasının fərqli olması bu təsirləri və hansı sektorda özünü büruzə verməsi fərqlənir. Eyni prinsip Azərbaycan Respublikasına da aiddir. Çünki bizim coğrafiyamız çox rəngarəngdir. Burada sahilyanı ərazilər, subtropik zona, aran zonası var. Bu perspektivdən baxanda, amma ümumiyyətlə Azərbaycanda orta hava temperaturu son 20 il ərzində müsbət 1,1 Selsi dərəcəsində qalxıb. Bu da regionlarda fərqli-fərqli özünü göstərir. Məsələn, sahilyanı bölgələrdə bu 0,6 Selsi dərəcədə, amma şimal-qərb bölgəsində isə 1,6 Selsi dərəcəyə qədər qalxıb. Ümumiyyətlə Azərbaycan regionunda iqlim dəyişikliyinin təsirlərini danışanda burada iki növdə təsirdən söhbət gedir. Bir yavaş təsirlər var, bir də birbaşa, yəni qəfildən baş verən təbii fəlakətlər. Yavaş təsir edən iqlim dəyişiklikləri əsasən quraqlıq günlərinin artması. Məsələn, son 10 il ərzində Azərbaycanda quraqlıq 19% artıb. Bundan başqa həmçinin isti günlərin sayı da artıb. Son 10 il ərzində 30 dərəcədən çox olan isti günlərin sayı 5 dəfə artıb. Həmçinin Azərbaycanda hal-hazırda meşə yanğınlarının miqyası da artıb və onların baş vermə tezliyi də artıb. Bu da ətraf mühitin birbaşa təhlükə altında olması deməkdir. Həmçinin bizim də hal-hazırda gördüyümüz Xəzər dənizinin səviyyəsinin azalmasıdır ki, bu həm Xəzər dənizinə, həm də içməli suyu təmin edən çaylarda da quraqlığın özünü göstərməsinə başlayır. Bu həmçinin şimal bölgəsində, dağlarda buzlaqların əriməsi və su mənbəyi olan ərazilərdə quraqlığın başlamasına gətirib çıxarır. Bütün yavaş təsir edən iqlim dəyişiklikləri dolayı yolla təbii fəlakətlərin də intensivliyini artırır. Məsələn, Bakıda son dönəmlərdə biz küləkli günlərinin artdığını görürük. Bu da birbaşa təbii fəlakətlərin, hər hansı uçqunların, dağıntıların olmasına gətirib çıxarır. Hətta son il ərzində küləkli günlərin sayı 5 dəfə artıb. Bundan başqa yağıntılar. Azərbaycan coğrafiyasında yağıntıların dəyişimi bir qədər fərqlidir. Müəyyən regionlarda yağıntıların sayı azalıb, yəni faiz dərəcəsi aşağı düşüb. Bəzi bölgələrdə isə bu artıb. Məsələn, Xəzər sahili bölgələrdə, şimal-qərb bölgəsində bu artıb. Bu da sellərin, daşqınların artmasına gətirib çıxarır. Bundan başqa həmçinin isti dalğa günləri də artıb. Bu da birbaşa insanların sağlamlığına təsir edir. Bu özünü daha çox Bakı və Şəki kimi şəhərlərdə biruzə verir. Bütün bunları topladığımız zaman belə bir mənzərə yaranır ki, Azərbaycanda iqlim dəyişikliyinə daha çox kənd təsərrüfatı, su sektoru, sahilyanı bölgələrin iqtisadiyyatı təsir altında qalır. Bundan başqa isə birbaşa təbii fəlakətlərdə isə Azərbaycanda son dönəmlərdə sel, daşqın kimi hadisələr artıb və bu da birbaşa insanların sağlamlığına təsir edir. Lakin burada əsas nüanslardan biri də kənd təsərrüfatı və su sektoru özünü daha çox Aran bölgəsində, sel daşqınlar Şəki-Zaqatala bölgəsində, sahilyanı ərazilər isə Bakı və Xəzər sahili boyunca digər regionlarda özünü göstərir. Təşəkkür edirəm məlumatlar üçün. Əslində iqlim dəyişkənliyi fərqli-fərqli bölgələrimizdə fərqli formada təzahür edir. Buna görə də hər bir regionda yaşayan insanlara fərqli formada təsir göstərir deyə bilərik. Ümumiyyətlə
Ümumiyyətlə qadınların iqlim dəyişkənliyi qarşısında biz bilirik ki, onlar daha xüsusi olaraq həssas qrupdular. Nə üçün, yəni xüsusi həssas qrup hesab olunurlar? 2024-cü ildə Bakıda keçirilən tərəflərin konfransı sammitində bu cümlə keçmişdi ki, iqlim dəyişikliyi qadın və kişilərə fərqli cür təsir edir və bunun əsas iki səbəbi var: gender bərabərsizliyi və tarixi boyu mövcud olan stereotiplər. Birinci burada gender bərabərlisinə baxmalıyıq. Bütün dünyada, həmçinin Azərbaycan daxil olmaqla, gender bərabərsizliyi qlobal problemlərdən biridir. İqlim dəyişikliyi kontekstinə buna baxdığımızda isə, burada ilk nüans məhz qadınların iqtisadi azadlığının kişilərlə müqayisədə daha az olmasıdır. Hətta dünyada belə bir tədqiqat aparılmışdı ki, yoxsul əhalinin 70%-ni qadınlar təşkil edir. Və bunu kənd təsərrüfatı məsələsinə baxdığımız zaman Azərbaycan Respublikası Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci ildə dərc etdiyi analitik hesabat var iqlim dəyişikliklərinin ailə iqtisadiyyatına təsiri üzrə və bu hesabatda qeyd olunub ki, ümumiyyətlə kənd təsərrüfatında iştirak edən qadınların faizi təxminən 44%-dir, lakin bunların sadəcə 12%-nin həmin torpaq üzərində mülkiyyət hüququ var. Və bu mülkiyyət hüququnun aşağı faizli olması qadınların iqtisadi azadlığını azaldır. Onların maliyyə çıxışlarını, hər hansısa bir subsidiyanı almasının hər hansı bir subsidiyalar almasında məhdudiyyətlər yaradır. Nəticə olaraq qadınlar bu proseslərdə, xüsusən də maliyyə proseslərində ikinci planda qalır. Burada ikinci məsələ isə mövcud olan stereotiplərdir. Həm Azərbaycanda, həm də bizim qonşu ölkələrimizdə ailə yükünü qadın və kişi arasında bölgüsü bir qədər fərqlidir. Bütün məişət öhdəlikləri, ərzaq təminatı, su təminatı, uşaqların, yaşlıların qayğısına qalınması məhz qadınların üzərindədir. Lakin ailələrin maddi təminatını isə kişilər tərəfindən həyata keçirilir. Bunun müqayisəli biz analogiyasını aparsaq, misal üçün, müharibə dönəmində yaşlılar, uşaqlar, qadınlar həmişə həssas qruplar olublar. Bu onların vəziyyətini daha da çətinləşdirib. İqlim dəyişikliyinin təsirlərini də biz əgər hər hansısa bir fövqəladə hal kimi qələmə versək, burada qadınların, xüsusən də qız uşaqlarının həssas qrup olması ortaya çıxır. Əslində iqlim dəyişkənliyi biz danışırıq necə qlobal bir prosesdə. Əslində söhbət edərkən anlaşılan olur ki, ailənin içərisindəki problemlərə təsir edəcək qədər geniş bir təsir sahəsinə malikdir. Baxmayaraq ki, biz hər birimiz müəyyən bir hərəkəti icra edərkən, müəyyən bir işi görərkən onun ekoloji aspektdən, iqlim dəyişkənliyinə təsirinə fərqindən varmırıq və düşünmürük, önəmsəmirik. Amma əslində bu kimi qlobal problemlər ən kiçik mövzularda belə insanlara təsir göstərə bilir. Bəs Azərbaycanın götürdüyü öhdəliklər, beynəlxalq öhdəliklər, milli strategiyalar çərçivəsində iqlim dəyişkənliyi və gender bərabərliyi necə nəzərə alınır? İlkin olaraq burada Azərbaycan Respublikasının konstitusiyasından başlamağımız daha məqsədə uyğun olar. Konstitusiyanın 25-ci maddəsi birbaşa olaraq gender bərabərini tənzimləyir. Maddədə qeyd olunur ki, qadın və kişilər bərabər hüquqlara malikdirlər. Bu konstitusion hüququn müəyyən olunması digər qanunvericilik aktlarına, normativ hüquqi aktlar üçün hüquqi baza yaradır. Konstitusiyada gender bərabərliyi ilə yanaşı, həmçinin əmək hüququ, sağlamlıq hüququ, sağlam ətraf mühitdə yaşama hüquqları da qeyd olunmuşdur. Hansı ki, bunların hər biri həm iqlim dəyişikliyinə qarşı mübarizəni özündə ehtiva edir, həm də onun adaptasiya dönəmini əhatə edir. Digər qanunverici aktlardan biri də 2006-cı ildə qəbul edilmiş Azərbaycan Respublikasının gender bərabərliyi təminatı haqqında qanundur. Bu qanunun qəbul olunmasında da əsas məqsəd Azərbaycan Respublikasında gender bərabərliyi sahəsində strategiyaları üçün hüquqi baza yaratmaq idi. Burada əsas məqsəd bundan sonra qəbul olunan qanunverici aktlarında, məcəllələrdə gender əsaslı mövzulara toxunulmaq və gender bərabərsizliyinə qarşı mübarizənin aparılması idi. Beynəlxalq öhdəliklər sferasında isə Azərbaycan ilkin olaraq 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatının iqtisadi, sosial, mədəni hüquqlar üzrə beynəlxalq paktına qoşulmuşdur.
Bu pakt 1966-cı ildə 2-ci Dünya müharibəsinin nəticələrinə əsasən qəbul edilib. Burdakı qeyd olunan hər bir hüquq əslində birbaşa olaraq həm gender bərabərliyinə, həm də iqlim dəyişikliyinə bağlıdır. Paktın 2 və 3-cü maddələri gender bərabərliyi və diskriminasiyanın qadağan olunması ilə bağlıdır. Suya çıxış hüququ, sağlamlıq hüququ, sağlam ərazidə, evlərdə yaşama hüququ, qida təminatı hüququ kimi məsələlər bu paktda öz əksini tapır. Bəs yaxşı. Ümumiyyətlə iqlim dəyişkənliyindən qadınların daha bu dəyişkənliyə qarşı güclü adaptasiyası üçün hansı mexanizmlər və yaxud da hansı siyasətlər daha vacibdir? İqlim dəyişikliyi mövzusunda 3 ədalət prinsipi var. Bu ədalət prinsiplərinin biri nəsillərarası prinsipdir ki, burada əsas məqsəd ətraf mühiti, yer kürəsini növbəti gələcək nəsillərə sağlam şəkildə çatdırmaqdır. İkinci ədalət prinsipi isə canlılar arası ədalət prinsipi gedir. Burada isə yer kürəsini sadəcə İnsanlar üçün deyil, həmçinin də insan olmayan digər canlılar üçün də sağlam şəkildə qorunmasına əhatə edir. Sonuncu ədalət prinsipi isə düzəldici və ya bərpa edici ədalət prinsipi adlanır. Bu prinsip iqlim dəyişikliyinin yaratdığı ədalətsizliklərin qarşısını almaq üçündür. Bu ədalət prinsipinə əsasən biz qeyd edə bilərik ki, hal-hazırda iqlim dəyişikliyi kontekstində qadınların hüquqlarına fokuslanan mexanizmlərin olması daha yaxşı ola bilər. Məsələn, burada əsas məsələlərdən biri iqlim dəyişikliyinin adaptasiya dönəmidir. Bu prosesdə qadınların maliyyə vəziyyətini yaxşılaşdırmağa yönələ bilər. Məsələn, kənd təsərrüfatı sahəsində qadınlara məxsus torpaqlarda güzəştli subsidiyaların verilməsi, ipotekaların və yaxud da bu güzəştlərin tətbiq olunması qadınların mülkiyyət hüququnun artırılmasına gətirib çıxara bilər. Və bu sahədə də artıq qadınlar mülkiyyət sahibi olduqlarına görə qərarverici qismdə də iştirak etməyə başlayacaqlar. Digər məsələlərdən biri məhz yaşıl həyat tərzinə keçiddir. Bu sahədə qadınlara, qadınların sahibkarlığına və biznes inkişafına müəyyən güzəştlər tətbiq oluna bilər. Son olaraq təhsil, maarifləndirmə, ictimai iştirak, bütün bunlar iqlim dəyişkənliyi ilə mübarizədə qadınların rolunu necə gücləndirə bilər? Azərbaycanda ümumiyyətlə aparılan araşdırmalar zamanı belə bir nəticəyə gəlmişdir ki, iqlim dəyişikliyi haqqında daha çox kişilər narahatdırlar. Və iqlim dəyişikliyi sualına onlar cavab verərkən ilkin olaraq bildiriblər ki, bu işsizliyin azalması deməkdir. Qadınlar üçün isə bu kənd təsərrüfatında məhsuldarlığın azalması, su qıtlığı kimi məsələlərdir. Burada belə bir məsələ yaranır ki, əslində qadınlar üçün iqlim dəyişikliyi başqa bir şey, kişilər üçün də başqa bir şeydir. Bunu təhsil tərəfindən biz əgər hər iki tərəfin problemlərini dinləməyə çalışsaq, bunun üçün icmalar yaradılsa, hər kəs öz problemlərini bildirdikdən sonra orta bir yol taparaq müəyyən planlamalar, yol xəritəsi çəkə bilərik. Burada da əsas yük təhsil müəssisələrinə və icma birliklərinə düşür. Çünki insanların bir yerə toplandığı yer məhz təhsil müəssisələri, məktəblər, universitetlər, QHT-lər və yerli icmalardır. Təhsil müəssisələrində biz bunu uşaqlara aşılamaqla başlaya bilərik. Yəni uşaqlar iqlim dəyişikliyinin nə olduğunu bilməli, iqlim dəyişikliyinə qarşı mübarizənin və adaptasiyanın fərqlərini bilməli, ailəsinin bu dövrdə hansı çətinliklərlə qarşılaşdığını və burada hansı töhfələri verə biləcəyini bilməlidir. Bu onu göstərir ki, qadın və kişilər iqlim dəyişikliyi məsələlərinə fərqli bucaqlardan baxırlar. Və bu da cəmiyyət olaraq iqlim dəyişikliyinə qarşı həm mitigasiya, həm adaptasiya dövründə bizdə iki yol ayrıcına qoyur. Bunun qarşısının alınmasının ən yaxşı yollarından biri məhz icma birliklərinin iştirakıdır. İcma birlikləri qadın və kişilərin birlikdə iştirakı ilə bu çətinliklərin və problemlərin dilə gətirilməsi, onların fikrinin alınması, hansı sahədə hansı addımların atıla bilməsi məsələlərinə birlikdə toxuna bilərlər. Sona xanım, təşəkkür edirik ki, dəvətimizi qəbul etdiyiniz üçün. Biz həmişə qlobal formada iqlim dəyişkənliyinin ətraf mühitə təsiri ilə bağlı müxtəlif ekspertlərlə tez-tez müzakirələr aparırdıq, amma fərdi olaraq şəxslərə, xüsusilə də qadınlara birbaşa təsiri, onların gündəlik həyatlarına necə təsir göstərməsi ilə bağlı ilk dəfə də bu cür müzakirə etdik. Bizim üçün əminəm ki, dinləyicilərimiz üçün də maraqlı oldu. Çox sağ olun. Sıfır tullantı teşebbüsü